Koreyaların şüşə kimi məsaməsiz farfor ağappaq dərinin sirri işlətdiyi kosmetikada həmin bu komponentin olmasıdır. Bu komponent bu tonik serumda var. Bu düyü mayası südüdür. Düyü südü güclü, dərini aydınladan, ləkələri yox edən, məsamələri sıxlaşdıran, dəri sebumunu tənzimləyən, dəri turqorunu gərginləşdirən maddədir. Dəri bariyerini bərpa edir və tərkibindəki vitamin və minerallar dərini qidalandırır və camallaşdırır. İkinci güclü dərini ağardan komponent bu niasinamiddir. Bunun tərkibində bu ilk sıralardadır, deməli konsentrasiyası yüksəkdir. Niasinamid həm də üzdə sızanaqların əmələ gəlməsində qarşısını alır, həm də ki tərkibində digər bitki ekstraktları və hialuron turşusu da var və bu da dəridə nəm ehtiyatını bərpa edir. Bu serum toniki mən makyaj altına da istifadə etməyi çox sevirəm. Çünki tonal krem üstünə ideal oturur və dəri yağlılığını azaltdığı üçün tonal krem axmır. Makyajı uzun ömürlü edir. Üzə vuran kimi üz daha aydın, daha fresh görsənir, məsamələr sıxlaşır. Ümumiyyətlə elə hiss yaranır ki, dəriyə əl vuranda dəri sanki yığılır, daha gərgin və sıx hiss olunur. Bu tonik südü ömrümün axırına kimi almağa hazıram. Linkini də mütləq storydə həmişəki kimi paylaşacağam.